Quran buyurur, özlərini unutduqları üçün Allah da onlara özlərini unutturdu. Əllamə Təbətəbai qeyd edirdi ki, insanın özünü unutması öz həqiqi kimliyindən, ruhundan və məqsədindən uzaqlaşmasıdır. Bu hal baş verdikdə insanın bütün davranışları zahirən düzgün olsa belə batində boşalır. Yəni insan başqasına nəyisə öyrətməyə çalışır, amma özü o həqiqəti yaşamır. İslam fəlsəfəsində insan təsir edən varlıqdır, amma bir şərtlə ki, səbəb özündə kamil olmalıdır ki, nəticə yarada bilsin. Şəhid Mürtəza Mütəhərrir bu barədə yazırdı ki, insan başqasına təsir etmək istəyirsə, əvvəl özü həmin təsirin mənbəyinə çevrilməlidir. Bu o deməkdir ki, sən səbr öyrətmək istəyirsənsə, özündə səbr olmalıdır. Sən iman təlqin etmək istəyirsənsə, özündə iman hiss olunmalıdır. Ayətullah Həsənzadə Amili izah edirdi ki, insan öz daxilində həll etmədiyi problemi başqasının daxilində həll edə bilməz. Allah Quranda buyurur, niyə etmədiyiniz şey deyirsiniz? Əllamə Təbətəbai bu ayənin təfsirində izah edirdi ki, əməllə söz arasındakı uyğunsuzluq insanın daxilində parçalanma yaradır və bu parçalanma onun təsir gücünü məhv edir. Yəni insanın özü bir deyilsə, sözü də bir olmayacaq. İnsan bəzən başqasına fayda vermək istəyərkən əslində özünü təsdiq etmək istəyir. Əllamə Qazi qeyd edirdi ki, nəfs başqasına xidmət adı altında özünü böyütməyi də bacarar. İrfan və fəlsəfə insanın başqasına fayda verməsini bir nəticə kimi görür. Çünki insan öz daxilində həqiqəti yaşamadan onu ötürə bilməz və insan özünü islah etmədən başqasını islah etməyə çalışdıqca əslində boş bir kölgə ilə danışır. Quranda bu məna dəfələrlə vurğulanır. Əməl insanlar görsün deyə yox, Allah üçün olmalıdır. Şəhid Mürtəza Mütəhərrir deyirdi ki, insanın cəmiyyətdən uzaqlaşıb tam təcrid olunması hər zaman fəzilət deyil. İrfan bir növ daxili tərbiyə ilə geri dönüşdür. Yəni insan öz içini təmizləyib yenə də insanlara fayda verməlidir. Ayətullah Behçət ağa haqqında nəql olunur ki, o zahiri diqqətdən qaçsa da daim Allaha bağlı qalmağın insanı həqiqi gücə çatdığını vurğulayırdı. Onun irfani baxışında ən böyük xidmət insan görməsə belə Allahın gördüyü yerdə düzgün qalmaq idi. Əllamə Qazi məktəbi xüsusilə batini tərbiyə üzərində dayanırdı. Onun tələbələri arasında yayılan anlayış belə idi ki, irfan yolcusu üçün əsas məsələ özünü görməməkdir. Yəni nəfsin diqqət mərkəzindən çıxmaq. Əxlaqi baxışda insanın öz ziyanından qaçması vacibdir. Amma başqalarına fayda verə biləcəyi halda tam çəkilməsi də bəzən məsuliyyətdən qaçmaq sayılır. Ona görə də əvvəlcə insan içini təmizləyir, sonra olduğu yerə faydalı olur. Əgər fayda vermək mümkün deyilsə, ziyan verməmək üçün susur. Amma heç bir halda varlığı boşluq halına gətirmir. Quran buyurur, siz insanlara yaxşılığı əmr edir, amma özünüzü unudursuz. Yəni insanın dili bir tərəfə, nəfsi başqa tərəfə yönələndə ruhda uyğunsuzluq yaranır. Digər ayədə buyurulur, etmədiyiniz şey deməyin. Ayədə qeyd olunan məna sadəcə yalan danışmaq deyil, yaşamadığın həqiqəti başqasına həqiqət kimi ötürmək riskidir. Quran birmənalı olaraq qadağan etmir.